Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü videomda çiyələk mürəbbəsinin hazırlanmasını izləyə bilərsiniz. Bunun üçün bizə çiyələk və şəkər tozu lazımdır. Çiyələk mürəbbəsini susuz bişirirlər. Təmizləyib yuduqdan sonra üzərinə şəkər tozu səpirlər, tökürlər və 5-6 saat saxlayırlar ki, su salsın. Əvvəlcə çiyələklərin bəndəmlərini təmizləyirik. Çiyələkləri təmizlədim. İndi isə çiyələkləri axar suyun altında yumaq lazımdır. Çiyələkləri yudum. Suyu süzüldü. Yəni aş üzərinə qoydum. Suyu süzüldü. Bişirəcəyim tasa tökəcəm və üzərinə şəkər tozu əlavə edəcəm. Burada 1 kilo çiyələkdir. 1 kilo çiyələyə 1 kilo şəkər tozu əlavə etmək lazımdır. İndi isə üzərinə şəkər tozu əlavə edəcəm. Çiyələklərin üzərinə şəkər tozu əlavə elədim. Dediyim kimi 1 kilo çiyələkdir. 1 kilo da şəkər tozu əlavə etdim. Yaxşı olar ki, mürəbbələri bişirərkən 1 kilo və yaxud da 2 kilo bişirəsiniz. Yəni çox bişirdikdə mürəbbə əzilir. İndi isə bunu qoyuram 4-5 saatlığa su salsın. Sonra isə bişirəcəm. Şəkər tozu meyvənin suyunda islanıb. İndi isə mürəbbə qabını qoymuşam vam odun üzərinə. Şəkər tozu əriməyə başlayır. İndi isə görürük ki, artıq şəkər tozu əriyir. Artıq qaynarıb düşür. Köpüklərini, qırağa çıxan köpüklərini yığırıq. Gördüyünüz kimi mürəbbəmiz qaynayır. Belə bir köpüklər görsənir. Bu köpüklər bütün mürəbbəni bürüyənə qədər pişiririk. Yəni ki, tavanın qırağı bütün meyvələr belə köpüğün içində olana qədər. İndi isə mürəbbəmiz pişənə qədər gözləyəcəyik. Ara bir qarışdırmaq lazımdır. Tez-tez qarışdırmaq olmaz ki, çiyələk çox zərif meyvədir. Artıq görürük ki, mürəbbənin hazır olmasına az qalıb. Görürsünüz ki, iri köpüklər qıraqlara tərəf gedir. Ara bir belə meyvələri ortaya veririk ki, ehtiyatla ortaya veririk ki, qaynasın. Artıq göründüyü kimi mürəbbəmiz hazırdır. Görürsünüz, köpük hər tərəfinin qıraqlarına qədər çatır. İndi isə mürəbbəmin altını söndürə bilərik. Hələ öz istiliyi ilə də biraz pişəcək. Artıq mürəbbəmiz hazırdır. Siz də hazırlayın. Əgər sual və təklifləriniz olarsa, kommentariyalarda yaza bilərsiniz. Əgər bəyənirsinizsə, videolarıma like etməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.